Xan, Gizir xan fermasının haqqını geri almaq üçün dəfələrlə Mehriban Əliyevaya, İlham Əliyevə məktub yazıb, hətta qəbula da yazılıb. Gördü heç nə əldə edə bilmir. Axırda bəylərin adamlarına dedi ki, Avropadakıların mediasına çıxacağam, Qabilin və digərlərin mediasına çıxacağam. Bu mediada çıxmaq İlham Əliyevin bəylərin məhv olması deməkdir. Və xanın ölüm planı çizildi. İlk dəfə ölüm planı mənim adamımın yanında polis idarəsində çizildi. O adam mənim adamım. İkinci dəfə yenə mənim adamımın yanında icra hakimiyyətində ölüm planı çizildi. Gizir xanın. Gizir xanı 3 dəfə sui-qəsd ediblər. Gizir xanı öldürəməyiblər. Bir dəfə də səs boğucu güllə ilə atıblar, xana dəyməyibdi. Görüblər xan tez ölməlidir. İki nədəndən dolayı hər mi ət manipulyasının başında bəylərdir, həm ondan dolayı, həm də xan ermənilərə qarşı, bəylərin, İlhamın soyuna, kökünə qarşı qəhrəmancasına vuruşan adamdır. Baxın, ən qəhrəmancasına vuruşan adamlar öldürülür. Baxın, istəyir sənət aləmində, istəyir alimlikdə, təhsildə, reperik, meyxana deyənlərdən belə. Hamısı 60 yaş, 50 yaş yaşamır. Amma bunlar narkotik çəkə-çəkə, ağın imsiliyə, bunlar 80-90 yaş yaşayır. Necə olur elə? Xanın yanına jurnalist göndərirlər, planlı sürətdə. Xana deyib ki, sizin özəl anlarınız, özəl yerləriniz, ananızın qəbri, dostunuzun neytraldan keçərək danışdığı qəbri, qohumlarınızın. Oralarda reportaj hazırlamaq istəyirik. Sizdən serial düzəldəcəyik. Siz qəhrəmansınız, dahisiniz. Xanı aldadıb və həmin yerləri də əvvəldə minalayıblar. Və xan o yolu gedəndə düşür minaya. Planlı sürətdə. Mina ya o zeyn qalxıb 1 metrə qədər para bölübdür xanı, ya da tank əleyhinə mina altda PM yerləşdiriblər. PM partladıbdır. PM tank əleyhinə mina xanı 2 yerə bölübdür. İkisindən biridir. Bütün hallarda bəylər Əyyubov öldürdürdü xanı. Ey Ağdamlılar, Ruslar sizin adınız gələndə şalvarını batırırdı SSR-i. Siz Heydər Əliyevin arvadı Zərifəni parmaqlayan olmusunuz. Ey Ağdamlılar, siz silah yerə qoymadığınıza görə sizin ailələrinizi çölə tökdülər. Ey Ağdamlılar, mənim bir tərəfim Ağdamlıdır, mənim qardaşım da orada savaşıb. Mənim özüm də o bölgədə savaşmışam. Sizi arxadan Heydər Əliyevin qara paltarları qırdı. Ey Ağdamlılar, sizin ən qəhrəmanınızı belə bir anda Gizir xanı bəylər Əyyubov öldürdürdü. Ey Ağdamlılar, siz əgər bəylər Əyyubovun nəslində Kalyaskiya minəndən Boeingə minənə qədər salamat adam qoysanız, siz oğraşsınız. İçimən qarşı biz namussuz, şərəfsiz qəhvə balalarıyıq.